Ay. Sen ver mənə naşiki. Burada mahnı gedəcək. O kadar bilgisizim yani. Bu arada mən iddia eləmirəm səsim var. Prosta izləyicilərimizlə xatirə qalsın deyə qışqırıram. İzləyicilərimizlə xatirə qalsın deyə bu mahnını çıxardırıq və siz bilirsiniz ki, bizi izləyicilərimiz doğum günlərinə çağırırlar, məclislərinə dəvət edirlər. Ora gedəndə əliboş gedirik belə. İzləyicilərimizə, doğum günü olan izləyicilərimizə hədiyyə kimi hazırlayırıq bunu. O zaman let's go. Arkadaşlar şu an danışa kulağımda öz-özümə, öz səsimi eşidirəm. Hə, Allahım, mən özüm öz səsimi eşitsəm, yəni inan... İlk dəfə öz səsini eşidən insanın duygusal anları. Yox ya, aşkım, qarğa səsimi... Bunu editləyəsiniz, öz səsi ilə tanış olun. Aşkım, qarğa səsimi mən oxuya eşitsəm, həyatıma nifrət eləyərəm, Allahın dostu, yazığım gəldi sizə. Bunun üçün başqa bir müğənninin səsini qoyun, öz səsini eşitin. Yaxşı, getdim mən, birlikdə. İmtahanım bitti arkadaşlar. Gelin. İkinci şeydeydi. Tamam. Birinci ben bir dakika. Arkadaşlar qonaqlarımız da gəlir. Aşkım bir dənə sənə bir şey deyim. Allah'ın olsun. Nə sizi görürdüm, nə Nadiri görürdüm, nə kompüteri görürdüm. Valla elə qulağımda səs gəlirdi. Qur'an olsun. Özümü Rihanna kimi hiss edirdim valla. Heç kəsə fikir vermə. Mahnı sözlərinə bax. Allah'ın olsun. Gəl ta. Gəl bəbəyim. Gəl qorxma gəl. Başında çatqın saçın yaşlanır. Evet. Ya Allah bismillah. Utanma. Telefon verim Aşkım, sana. bu sizin gələcəyiniz, yaradıcınızdır. Düzdür. Hem de güzel hatirədir bizim için. Atız öz sizə dəstək olur. Evet. Gel. Çəkin bunda. Hə, çək. Beş dakika telefonu. Hərənin öz səsində öz üzü gələcək. Ürəklərə. Baxım hansını deyirsən. Budur, budur. Yəni, hə. Davay. Şimdi sıra əsnadda arkadaşlar. Meryem. Bizim sen əminsən bu səslərinizi paylaşarsınız orada. Niyə? Bu səsləri paylaşsız Səsləri olmağınız. paylaşmayacaq. Onun üstünə hazır olanda qoyarsınız, qəşəng. Mən heç oxuduğumuz heç nə çəkməmişəm. Ancaq Araları çəkmişəm. Ama ben sizin yazı saldım, ben de var. Hə. Arkadaşlar bitti bu facia. Stüdyonun divarları ağlıyor şu an. Kulaklarımı güm geldi. Ya o qədər bərbad dördünüz. Yəni elə. Mən də zarafat edirəm. Mən özümdən məzələndim Yəni- ki, cəmaət məzələnməmiş birinci özüm Qurban Allaha elə müğənnilər var ki, hətta